Akıl Baktası kanalında size hoş geldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin nağılı Dağınıq saçlı qız. Cümə günü idi. Mətbəxdən gələn ləzzətli plovun ətri evin hər yerini bürümüşdü. Evin 6 yaşlı qızı Aynur keyfsiz halda divanda oturmuşdu. Anası təəccüblə soruşdu. Nə olub mənim gözəl qızıma, niyə keyfsizdir? Aynur asta səslə dedi. Ana, sabah qonaqlığa getmək istəmirəm. Anası yanında oturdu. Niyə? Axı bu xalan qızının qonaqlığıdır. Orada sənin yaşında çoxlu uşaqlar olacaq. Aynur dodağını dişləyib dedi. Amma mənə gülür. Deyirlər, saçlarım quş yuvasına oxşayır. Anası dərindən nəfəs aldı. Canım, çünki heç vaxt saçlarını daramırsan. Nə səhər, nə axşam, nə də hamamdan sonra. Aynur qaşlarını çatdı. Daramaq çox ağrılı olur, başımı çox ağrıdır. Anası dedi. Uşaq vaxtı nənəmin mənə danışdığı nağılların arasında bir nağıl var idi. Məncə tam sənə uyğun nağıldır. İstəyirsən sənə danışım? Aynur dedi. Bəli, ana. Biri var idi, biri yox idi. Məlahət adında bir qız var idi. Məlahətin qəhvəyi uzun saçları var idi. Amma pis bir vərdişi var idi. Heç vaxt saçlarını taramırdı. Səhərlər yuxudan duranda sadəcə saçlarını arxadan bir iplə bağlayar və məktəbə gedərdi. Bəzən onu da unudardı. Zamanla saçları dolaşdı. Pırtlaşıq oldu. Kim onu görsə deyərdi. Ay aman, sanki saçlarına külək dolanıb. Bir gün məktəbdə müəllim dedi. Uşaqlar, sabah kitab bayramımız var. Kim təmiz və səliqəli geyinsə hədiyyə qazanacaq. Hamı sevindi, Məlahət də sevindi. Amma qonaqlıq paltarını geyinmək istəyəndə gördü ki, saçları hər tərəfə qarışıb. Anası daraq götürüb saçlarını daramaq istədi, amma o qədər dolaşmışdı ki, Məlahətin gözlərindən yaş gəldi. O gecə anası dedi. Ananın ürəyi, əgər hər gün cəmi 5 dəqiqə vaxt ayırsan və səbirlə darasan, saçların artıq dolaşmaz və ağrımaz. Məlahət həmin gecə yoxladı. Asta-asta saçlarını daradı. Saçları yumşaq, təmiz və parlaq oldu. Səhəri gün səliqəli, qırmızı lentli saçları ilə məktəbə getdi və bayramda ən gözəl hədiyyəni qazandı. O gündən sonra Məlahət hər gecə yatmazdan əvvəl, hər səhər yuxudan duranda saçlarını darayırdı. Anası dedi. Canım qızım, sənin də saçların çox gözəldir. Sadəcə biraz baxıma ehtiyacı var. Gündə cəmi 5 dəqiqə daramaqla onlar Məlahətin saçları kimi gözəl olacaq. Aynur gülümsədi. Söz verirəm, bu gecədən başlayaram. Anası da şkafdan gözəl mavi lent çıxardı və dedi. Bu da mənim səliqəli qızım üçün xüsusi hədiyyə. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.